Axşamınız xeyir olsun. Bu videonu çəkməmək üçün özümdən biraz mübarizə apardım. Dedim, ehtiyac yoxdur. Amma gördüm ki, yox, deməsəm ölürəm kıvamına gəlmişəm. Ona görə bildirmək istəyirəm. Bir də bəlkə ən azından bəziləri üçün biraz bir toxunuş olar. Bəlkə bəziləri bu dediyimiz sözü, xahişi nəzərə alar deyə özümə paylaşmağa borc bildim. Deməli, yay aylarında iclasların birində, rəhbər şəxslərin birindən mən bu ifadəni eşitmişdim. Və çox təəssüflər olsun ki, bugün yenə bir neçə rəhbər şəxsdən bu ifadəni eşitdim. Və bu rəhbər şəxslər təhsil sektoruna aid təhsil işçiləridir. Və digər təhsil işçiləri, nəsə bir neçə digər təhsil işçisindən isə, yəni bunları təsdiqləyəcək, sanki təsdiqləyən bir fikirlər var idi. Söhbət nədən gedir? Söhbət yarımçıq ailə ifadəsindən gedir. Deməli, məktəblər hal-hazırda, yəni keçən il və yaxud da bu il olan qiymətləndirmələrlə bağlı bir hesabat verir və bu hesabatın verdikcə məktəblər özlərinin, belə deyim, deyəcəksə Azərbaycan dili müəllimidir, rus dilinə müraciət edilir. Yəni idastatikın çatışmazlığını yükləyir valideynlərin üstünə. Və burada həmin anda yarımçıq ailə ifadəsini işlədirlər. Həqiqətən bu mənə çox təsir elədi. Nəyə görə təsir elədi? Sırf hansı təhsil sisteminin içərisində olduğumuzu görürük. Güya biz ora yığışmışıq ki, təhsilin problemlərini müzakirə eləyək, bunun kökünü, səbəbini axtarıb araşdırmağa çalışaq və bir-birimizə yeni metodlar öyrədək və s. və ilaxır. Belə bir məqamda bir yox, bir neçə təhsil işçisinin ağzından bu kəlməni və buna bənzər təsdiqləyici cümlələri eşitmək həqiqətən məni çox incitdi. Və buna biraz aydınlıq gətirmək istəyirəm. Ay, hörmətli bu ifadəni işlədən insanlar, siz yarımçıq ailə deyəndə nəyi nəzərdə tutursunuz? Atası və anası ayrılan ailələrimi? Yaxşı, atası və anası ayrılan ailə sizin üçün yarımçıqdırsa, yəni belə deyim də, valideynlərindən biri ailədə olmayan deyək. Bəs siz necə ürəyiniz gəlir ki, atasını və yaxud anasını itirmiş uşaqlar var və yaxud hər ikisini itirmiş uşaqlar var. Bunlara isə ümumiyyətlə ailəsiz mi deməliyik? Yəni sizin beyniniz alırmı bu ifadəni? Bununla nə demək istəyirsiniz? Sağ olsun bir başqa həmkarım mənim kimi dözmədi, çox təsir elədi ona da bu ifadə və durdu ayağa, öz sözünü dedi. Və deməsəydi həqiqətən mən durub çıxış eləyəcəkdim. Çünki artıq ikinci dəfə idi bu ifadəni eşidirdim, ikinci bir iclası idi. Və həqiqətən də necə deyim, ya başa düşmürlər, bunları başa salmaq lazımdır. Ya da insan nə dərəcədə nə bilim, yəni istəmirəm. Yəni söhbət müəllimlərdən getdiyi üçün o artıq əksik bəzi sözlərlə də mənim mədəniyyətim, tərbiyəm ona yer vermir ki, mən nəsə deyim, amma nə deyilsə məncə bu ifadəni bilərəkdən işlədənlərə nə desən yeridir. Amma mən bunu belə paylaşacağam ki, heç olmasa belə deyim, yenə deyirəm, bəlkə bəzi müəllimlərin bir duyarlılıq yaradaq da, bəlkə də bunu hiss etmədən, düşünmədən, fərqinə varmadan istifadə edənlərə təsir eləyər və bu kəlməni yığışdırarlar. Hörmətli pedaqoqlar, ailəsi tam olanlara nə isə öyrətməyə nə var ki? Bəli, ata, ana hər ikisi ailənin içərisindədir, hər ikisi uşağın dərsindən maraqlanır, ona yetəri qədər maliyyə də ayırır, vaxt da ayırır və o uşaqları təlimə cəlb eləməyə nə var axı? O 2-2-dir. Əsas məsələ, bax, çətin olan vəziyyətlərdə, situasiyalarda olan uşaqları təlimə, tədrisə cəlb eləməkdir. Və yaxud da orada mənim həmkarım da çox düzgün qeyd elədi. Ata və ana bir evin içərisində didişə, uşağa travma yaşada, ata-ananı döyür, ata-ananı söyür və yaxud da ata çəkinmir bunlardan, öz övladlarını söyür, öz övladlarını döyür, işgəncələr verir. Belə bir ortamda böyüyüb nəsə bir daha xalqa, millətə, dövlətə layiqli vətəndaş ola bilər. Yoxsa ana və ata ayrılsa da hər ikisi övladını sevən, ayrı-ayrılıqda maraqlanan, belə bir ailədə böyüyən. Yəni siz nə dediyinizi, ağzınızdan çıxan kəlmənin ağırlığını hiss edə bilirsinizmi? Və yaxud bayaq qeyd elədiyim kimi,
Mənim özümün, bacımın həyat yoldaşı 39 yaşında vəfat elədi, bunu bilənlər bilir. Və onun ailəsinə biz yarımçıq mı deməliyik? Və yaxud onun övladlarına biz belə bir əsəbdən bəzi şeyləri istəmirəm də, yəni bastıraraq danışmaq istəyirəm. Yarımçıq şəxslər kimi baxmalıyıq ki, bunun atası yoxdur və yaxud filan kəsin anası yoxdur, bu yarımçıqdır. Yəni siz ümumiyyətlə nə dediyinizi anlayırsınız, algılayırsınız. Yəni bunu heç bir təhsili olmayan, nə bilim, dağda, bağda bağbanlıq eləyən, çobanlıq eləyən başqa peşə sahibləri desə, bəlkə də insanı bu qədər yandırmaz. Amma bunu bir pedaqoq deyir. Bunu bir rəhbər şəxs deyir. Və bundan da özünün yaratmazlığını örtbasdır eləməyə çalışır. Yəni demir ki, mən təhsilin keyfiyyətini başqa necə metodlarla artıra biləcəyimi bilmirəm, bunu demir. Deyir ki, biz superik, biz əlayıq, biz super müəllimlərik, direktoruq, zavuçuq. Amma bizə gələn uşaqlar, siz də bağışlayın, mənə mundardır demək istəyir də. Ona görə də bizim nəticələrimiz aşağıdır. Və günahlandırmaq üçün də bu ifadəni işlədirlər. Ata, ananı gözünün qabağında təhqir eləyəndə və yaxud xəbərlərdə o qədər eşidirik, ölüm hadisələri ilə nəticələnən ailə münaqişələrində böyüməyi mi uşağın normaldır? Yoxsa atası, anası ayrılsa da maraqlanan, normal bir ailə mühitində böyüyən bir uşaqmı? Və sizdən çox-çox xahiş eləyirəm. Hər kəsdən bu ifadəni işlətməyin. İşlətməməyə çalışın. Bunu özünüzə, beyninizə izah eləyin ki, mən nə deyirəm, mənim ağzımdan hansı ifadə çıxır. Və eyni zamanda, əgər bir pedaqoqsunuzsa, əgər bir müəllimsinizsə, ümumiyyətlə belə bir ifadəni işlətmək olmaz. Və bizə orada belə bir çıxışdan sonra belə bir izahat verildi ki, yox, biz o anlamda demək istəmirik. Biz yarımçıq ailə deməyəndə nəzərdə tuturuq ki, ana öz işində, gücündədir, uşaq vecinə deyil, ata özünün işində, gücündədir, uşağı erkən yaşda işləməyə məcbur edirlər və s. Bu yarımçıq ailə demək deyil ki. Yəni normal Azərbaycan dilində belə bir başqa sözlər var da. Problemli ailə deyilə bilər və yaxud həssas qrupa daxil olan ailə, həssas qrupa daxil olan uşaq deyilə bilər. Yəni bunlar var. Yarımçıq ailə nə deməkdir? Və yaxud o uşaqlar, ailəsi tərəfindən maraqlanılmayan uşaqlar, o zəifdirlər də, onlar da bizim nəticəmizi zəif eləyib qırağa mı tullamalıyıq? Bəs biz o uşaqlarla məşğul olmalı deyilikmi? Biz o uşaqları təlimə, tədrisə cəlb etməli deyilikmi? Biz onlardan nəticə almalıyıq. Bəli, mən də onda bu cümləni qurdum ki, bizim elə şagirdlərimiz olub ki, atası həbsxanada olub. Elə şagirdimiz var, atası yoxdur, elə şagirdimiz var, anasını itirib ki, mən bu yaxınlarda birini paylaşmışdım, yəni bu statusu da heç görməyini istəmərəm. Yəni insan necə düşüncəsiz, necə qansız ola bilər ki, bu ifadəni işlətsin? İnsanın öz əlindədirmi? İnsan özü öz ailəsini mi dağıdır və yaxud insan özü öz həyat yolunu çizir? Kimsə, yox daha kiminsə ölümünə fərman verir. Yəni, nə deyirsiniz, siz nə danışırsınız, bir bunu anlaya bilirsiniz. Və bunu da özlərinə bir apravdaniya qazandırmaq üçün digərləri də bunu dinləyir və bunu da təsdiqləyir ki, yəni sizdə problem yoxdur, problem başqalarındadır. Uşaq əgər erkən yaşda işləməyə məcburdursa, onunla da biz maraqlanmalıyıq. Azmı etmişik? Uşaqları pulsuz hazırlığa cəlb eləmişik. Uşaqlar yuxarı sinif şagirdlərindən gedir. Uşaqların maddi sıxıntısını həll eləməyə çalışmışıq ki, uşaq məktəbə gəlsin. İstər əyni başı olsun, istər dəftəri olsun, istər çantası olsun. Bəlkə də bu sözü deyənlər heç vaxt elə şeylər etməyiblər deyə onlara elə gəlir. Amma başqalarını bilmirəm, şəxsən mən eləmişim. Və eləməyə də həmişə hazıram. Həssas ailə uşaqlarını həmişə dinləməyə hazıram. Və elə həssas ailədən olan uşaqlar olub ki, bu dəqiqə universitetdə oxuyurlar. Eləsi olub universiteti bitirib artıq işinin, peşəsinin arxasındadır. Və hal-hazırda nə qədər elə həssas ailələrdən uşaqlar var. Biz onların həssaslığını nəzərə alıb, daha çox yanlarında olmaqdan, biz onların zəifliyini özümüzə belə bir sipər eləmişik ki, əslində biz super müəllimik, amma qarşımızdakı ailə və ya qarşımızdakı valideynlər uşaqlarla maraqlanmır, valideynlər elə. Özü də bağışlayın mən, bəs internat məktəbində olanlar neynəsin? Onlardan nəticə istəyəndə nə desinlər? Bizim uşaqların valideyni yoxdur, ona görə biz nəticə ala bilmirik. Siz Allah bəsdirin. Siz Allah ağzınızdan çıxan cümlələrə, ifadələrə fikir verin. Ay hörmətli pedaqoqlar. Yəni
Əslində, bəli, bir digər həmkarımın da yazdığı kimi, çoxsu ali təhsil müəssisəsinə qəbul oluna bilər, 3-5 kəlmə əzbərləyib. Çoxsu diplom alıb orada müəllim sözünü görə bilər. Çoxsu yenə 3-5 cümləni əzbərləyib məktəbdə müəllim işləyə bilər və yaxud kiməsə 3-5 verib gəlib hardasa işləyə bilər. Amma pedaqoq olmaq hər adamın işi deyil. Yəni pedaqogika nə deməkdir? O yolu bilmək bu hər adamın işi deyil. Amma ən azından biraz silkələnin. Görün hansı cümlələri qurursunuz, hansı ifadələri qurursunuz. Bəlkə birazca sizə təsir eləyər.